Növbəti çəkilişim. Bax, bu mənim obyektimdir, toyu başlayıb. Toy eləyir, parkovkası doradı. Mənim bütün obyektimin dalını, qabağını, hər yerini. Baxın. Baba. Bütün küçəni, obyektimin qabağını doldurub. Doldurub, mənə imkan vermiş deməyə. Heç bir parkovkası da yoxdur, heç nəyi də yoxdur. Bax. Burada mənim şəxsi parkovkamdır. Baba, bura mənim şəxsi parkovkamdır. Mən parkovkamı tutub. Mən bütün parkovkamı Məmmədov Rizvan, Məmmədov Muxtar, Cavanşirov, Yusif Cavanşirov, Yeznə Qayın, Rizvan müəllimin bacısının əri, Muxtar müəllimin dayısı. Baxın, mən bütün həyatımı məni məcbur edirlər ki, buradan çıx. Obyektimi əlimdən almaq istəyirlər, təzyiq edirlər. 2-3 dəfə gəldilər ki, obyekti bizə sat, dedim satmıram. Ondan da il yarım da mənə təzyiq edirlər. Qoymurlar məni işləməyə. Xahiş edirəm. Hamıdan, Ali Baş Komandandan. Məni bu məmurlarla qutarsın. Cavanşir Yusifov bütün Bakını satdı, yedi, dağıtdı. İndi keçiblər Şəmkirə. Murovdaq Şadlıq Sarayını təzə alıblar. Bu yaxından bir dənə də 20 gün olar. Yamin Şadlıq Sarayında 2 milyon yarımı aldılar. 4 milyon vəsaiti bunlar bir il yarımın içində hardan aldılar? 4 milyon. Hardan? Bunların maaşı bunu ödəyir mi? 2007'den otel açmışam, dövlətin qulluğundayam. Mənim bir belə obyektimi dayandırırlar.